Salam əziz izləyicilər. Bilirsinizmi, Azərbaycan diplomatiyasının güclü bir qadına çox borcu var. Sara Xatuna. Əslində Sara Xatunun adı Saray Xatun olmuşdur, lakin Azərbaycan dilində artıq Sara Xatun kimi qəbul edilib. Sara Xatun adi bir qadın değildi. O, ağqoyunlu hökümdarı Uzun Həsənin anası və diplomatiya sahəsində əsl gücü idi. Qadınların güc sahibi olduğu nadir hallarda o, şərqdə və qərbdə hörmət və heyranlıq qazandı. Venesiya elçilər göndərəndə, onlara Sara Xatuna hörmət etmək, ona hədiyyələr vermək və layiq olduğu ehtiramla müraciət etmək tapşırılmışdı. Fatih Sultan Mehmedin hücumlarını diplomatiya yolu ilə dəf edən və Ağqoyunlu dövlətinə sülh və sabitlik gətirən məhz Sara Xatun idi. Onun adı tarixə qızıl hərflərlə yazılıb. O, böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi idi. Diplomatiyada qadınlar üçün öncə olan Sara Xatunun irsinə sahib çıxaq.